Həmd olsun aləmlərin Rəbbinə, o Rəbbi ki, bizə bu mübarək Ramazan ayında günahlarımızdan dönmək və onun mərhəmətinə sığınmaq fürsəti bəxş etmişdir. Ramazan yalnız aclıq və susuzluq ayı deyil, həm də insanın ruhunu təmizlədiyi, günahlarından paklandığı bir aydır Ramazan ayı. Bugünkü moizəmizin mövzusu tövbə və Allahın bağışlaması haqqındadır. İmam Əli əleyhissalam buyurur: "Ət-təvbətun nədəmun bil qalbi və istiğfarun bil lisani və tərkun bil cəvarihi və izmarun ən la yaud." Tövbə qəlbdə peşmanlıq, dildə istiğfar, əzalarla günahı tərk etmək və bir daha ona qayıtmamaq qərarıdır. Əzizlər, biz gəlin Quran ayəsinə və şərhinə müraciət edək. Allah Teala Quran-ı Kərimdə buyurur: "İnnəllaha yuhibbu təvvabinə və yuhibbu mutatahhirin." Şübhəsiz ki, Allah tövbə edənləri və pak olanları sevir. Bəqərə surəsinin 222-ci ayəsində buyurur. Bu ayə göstərir ki, tövbə yalnız günahlardan dönüş deyil, həm də insanın daxili və zahiri paklığının bir hissəsidir. Allah yalnız günahları bağışlamır, həm də tövbə edənləri sevir və həmçinin deyək ki, onlara öz rəhmətini bəxş edir. Hədis və tövbənin şərhinə biz baxaq ki, İslam Peyğəmbərimiz buyurur: "Mən təbə qablə ən tətlu'a şəmsu min məğribəhə təbəlləhu aleyhi." Kim günəş qərbdən doğmazdan əvvəl tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Bu hədisdən anlayırıq ki, tövbə qapıları açıqdır bizim üçün, lakin gecikməməliyik. Ona görə biz gecikməməliyik ki, çünki insan nə zaman öləcəyini bilmir və tövbə fürsətini əldən verməməlidir insan. Bir zamanlar Bəni İsrail qövmündən bir günahkar kişi var idi. O ömrü boyu günah içində yaşamış, amma ömrünün sonlarında səmimi qəlbdən tövbə etmişdir. İnsanlar hamısı onun tövbəsini qəbul etmədilər. Amma Allah Teala mələklərə buyurdu ki, bu bəndə mənim mərhəmətimə sığındı, onu bağışladım. Və biz baxırıq ki, bu hekayə bizə göstərir ki, insanlar bağışlamasa da Allah Teala hər kəsi bağışlamağa qadirdir. Biz sonda baxsaq ki, deyə bilərik ki, əziz möminlər, Ramazan ayı tövbə və bağışlanma ayıdır. Gəlin bu fürsətdən istifadə edək və Allahdan səmimi qəlbdən bağışlama diləyək. Unutmayaq ki, Allah mərhəmətlidir və həqiqi tövbə edənləri bağışlayandır. Allahümmə cəalnə minəl təvvabinə və cəalnə minəl mutatahhirin vəğfir zunubənə vərhəmnə. Allahım, bizi tövbə edənlərdən və pak olanlardan qərar ver, günahlarımızı bağışla və bizə rəhm et. Bizi izləyən hər birinizə təşəkkür edirəm. Allah dualarınızı qəbul etsin. Ramazan ayınız mübarək olsun.